Salam dostlar. Bugün Buzovnadayım. Hele bir ki qonaq çağırırlar. Gözəl bir məkan tapmışam. Bunu istedim ki TikTok'ta çekip paylaşın. Çok gözəl. Hele bir ki bir kənd hayatıdır. Bakının içerisinde hele bir kənddə yaşayasan. Gözəl yeməkləri var. Qəşəng kənd hayatı. Bura bax yarpağa. Ağacların yarpağı tökülür. Qəşəng gözəl görsənir buralar. Burada belə qəşəng kənd həyatına uyğun kabinetlər də var. Boşda indi öz kabinetimizi çəkmirəm. Qəşəng bir dənə kabinetlər də yığılıb. Hani bunun işığı? Buradan yanır. Oysa bu gözəl bir kabinetlər də var. Və kabinetlər bildiyiniz kimi od kimidir isti. Və bir dənə də yerə yedir. Burun, bir dənə baxın. Palatkalarla qəşəng yığıblar. Bax. Elə bir kəndə hayatıdır. Bax, bunlar hamısı kabinetlərdir. Bax, bunun qapısı burada, biri orada, biri burada. Gözəl verir. Buradakı. Hələ bir ki, Buzovnada bir kənd həyatı. Hansı bir kənddə şeydədir. Bax, burada da belə bir gözəl xaçdır. Baba. Xaçı da burada. Odun peçidir. Baxın. Nerede? Odun peçi. Sağ ol, sağ ol. Sen ne Gözəl odun peçindən qızarım bir şeydir. Kaçlar koymuş buraya. O bağlanmış. Səhər saat 6-da xaç yemək istəyənlər gəlib burada yeyə bilər. Gözəl bir xaçdır. Burada qəşəng bir dənə balaca pişiyimiz var burada. Sağ olun, təşəkkür edirəm. Bəyənib takip etməyi də unutmayın dostlar.